Prostat vəzinin xəstəlikləri həmişə aktual olmuşdur və indi də aktualdır. Əsasən də yay fəslindən sonra biz görürük ki, prostat vəzinin xəstəlikləri ilə müraciət edən pasientlərin sayı günbəgün artır. Bu da onunla əlaqədardır ki, yay fəslində bu insanların aktiv istirahət etmələri, dənizdə, eyni zamanda digər məntəqələrdə olaraq özlərini soyuğa vermələri və eyni zamanda soyuq içkilərdən həddən artıq çox istifadə etmələri, alkoqol və tütün məmulatlarından həddən artıq çox istifadə də prostatı zədələyərək problemlər yarada bilər. Əsas da sidik cinsiyyət sistemində olan hər hansı bir iltihabi xəstəlik, cinsi yolla keçən xəstəliklər ilk növbədə prostatı zədələyir. Bu zaman nə baş verir? Bu zaman prostatda müəyyən dəyişikliklər baş verir. Yəni prostatın ölçülərinin böyüməsi, prostatda sidik qalığı, eyni zamanda qarnın aşağı nahiyəsində ağrı, sidiyə çıxarkən göynəmə, yandırma, aralıq nahiyəsində ağrı bu prostat vəzi xəstəliklərinin ilkin əlamətləridir ki, artıq xəstələr narahat olmağa başlayırlar. Onlarda tez-tez sidiyə çıxmaq, göynəmə, yandırma, qırıq-qırıq sidiyə çıxma və eyni zamanda cinsi funksiyanın get-gedə azalmasını biz müşahidə edirik ki, bu xəstələr bundan narahat olub həkimə müraciət edirlər. Müayinə zamanı biz ilk növbədə sidik cinsiyyət sisteminin xəstəliklərini, yəni zöhrəvi xəstəlikləri aşkar etmək üçün PCR analiz aparırıq. Yəni ki, cinsi xəstəliklərin müayinəsi PCR metodundan yoxlanılır. Digər müayinə ultrasəs müayinəsidir ki, prostat vəzinin nə vəziyyətdə olmasını biz aşkarlayırıq və bundan başqa uroloji müayinədə təbii ki, həm prostat, həm böyrəklər, həm də sidik hissəsi müayinə olunur və sidik cinsiyyət sistemində olan xəstəliklər aşkar olunduqdan sonra prostat vəzinin müalicəsi başlanılır. Bu zaman həm antibiotiklərdən, həm bioloji aktiv maddələrdən, eyni zamanda fizioterapiya metodlarından istifadə etməklə sonda uğurlu nəticə əldə etmək olar.